Şəhidlərimizin övladları üçün təşkil olunan 5-ci Yaşat yay düşərgəsinin 3-cü həftəsi davam edir. Düşərgənin 3-cü həftəsində 10-13 yaş aralığında olan 53 şəhid övladlı iştirak edir. Proqram çərçivəsində uşaqlar üçün əyləncə saatları, maarifləndirici təlimlər, tanınmış şəxslər və müxtəlif peşə sahibləri ilə görüşlər, ekskursiyalar, həmçinin psixoloqların iştirakı ilə təlim və konsultasiyalar təşkil olunur. Bununla yanaşı müğənnilərin iştirakı ilə konsert proqramlarının keçirilməsi də nəzərdə tutulur. Düşərgə müddətində iştirakçılar sığorta ilə təmin olunub, onların sağlamlığı həkim nəzarətində saxlanılır və psixoloqlar tərəfindən davamlı müşayiət olunurlar. Ümumilikdə isə düşərgələrdə şəhid övladlarının 10, 11 və 12, 13 yaş kateqoriyaları üzrə iştirakı nəzərdə tutulur. Uşaqlarla maraqlı oldu. Uşaqlar düşünürəm ki, daha çox əyləndilər. İdmançı ilə vaxt keçirmək daha maraqlı olur uşaqlar üçün. Biz də yəqin ki, əlimizdən nə gəldisə onu etdik uşaqlarımız üçün. Maraqlıydı, aşırtdı, fırlatdım, aşırtdım. Bir dəfə də şey elədim, başından əydim, fırlandı, düşdü yerə. Belə də maraqlı. Vaxtım çox qəşəng keçir, maraqlıdır. Sonra yaxşı olur hər şey. Belə də. Sən kimi fırlatdın, aşırtdın? İdmançını. Güləşçini qabaqca tanımırdım. Amma gəldi, burada tanıyıram. Çox yaxşı bir müəllimdir. Onun yanına da düşmək istəyərdim. Qalib gəldim. Onu qolundan tutdum, sonra isə yerə yıxdım.